1993-cü il məlum hadisələr zamanı Ağdam Azərbaycanın yeni tarixinə ən çox şəhid verən rayon kimi düşdü. Ermənistan silahlı qüvvələrinin törətdiyi dağıntılarla əlaqədar Ağdam Qafqazın Xirosiması kimi adlandırıldı. Lakin 44 günlük vətən müharibəsində qazandığımız tarixi qələbəmiz nəticəsində Ermənistan kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur oldu. Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə belə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verildi. Bu mühüm hadisə işğalın bitməsi və böyük qaydışın prosesinin başlanması baxımından həlledici mərhələ idi. Ağdamda şəhərdə 60 bin adam yaşayan bir şəhərdir. Artıq Ağdamı 20 ailə şəhərə köçürülüb və evlər hazırdır. Məktəb tikilib, uşaq bağçası tikilib, muğam mərkəzi tikilib, bir 4-5 meymanxana tikilib və böyük tikindi işləri gedir. Heç inanmazdım ki, belə sürətlə tikindi işi gedər. Və fürsətdən istifadə edib deyim ki, 20 noyabr həm də Qədir Rüstəmovun doğum günüdür. O qədər Qarabağ arasına yaşadı ki, Ağdam onun doğum günü. Azad olundu. Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli qərarı ilə Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair baş planı təsdiq edilib. Bu sənəd işğaldan azad olunan rayonlar arasında ən birinci baş plan kimi qəbul olunaraq Ağdamın gələcək inkişaf modelini müəyyənləşdirib. Baş plan əsasında şəhərin 100 min nəfərə qədər əhalini qəbul edəcək müasir, yaşıl və ağıllı şəhər formatında qurulması nəzərdə tutulur. Ağdam Sənaye Parkı isə həm iş yerlərinin açılması, həm də Qarabağ iqtisadiyyatının dirçəlməsi üçün təməl rol oynayır. Ağdamda 90 min hektar kənd təsərrüfatına yararlı torpaqları Ağdamda ölkənin ərzaq təhlükəsizliyini təmin olunmasında əhəmiyyətli rol oynayacaqdır. Həmçinin Ağdamda fəaliyyət göstərən sənaye parkı o bölgədə həm istehsal imkanlarının genişləndirilməsinə 2030-cu ilə qədər 2000 və 3000-ə yaxın iş yerlərinin açılmasına, həmçinin sözsüz həmin bölgənin və ölkənin sənaye potensialını və qeyri-neft sektorunun inkişafına əhəmiyyətli təsir göstərəcək. Ağdam həm də Qarabağın turizm istiqamətlərindən biri sayılacaq. Bunu əminliklə deyə bilərik, çünki turizm planına mədəni irs abidələrinin bərpası kimi layihələr də daxildir. Şəhərin həm yerli, həm də xarici turistlər üçün cəlbedici məkana çevrilməsi istiqamətində işlər aparılır. Ağdamda bilirsiniz, sənaye parkları daha çoxdur. Ağdamda iş yerlərinin açılması üçün ölkə rəhbərliyi tərəfindən göstərilən və verilən tapşırıqlara əsasən orada iri müəssisələr bu dəqiqə fəaliyyət göstərir. Ağdam ətrafında və orada yaşayış komplekslərinin salınması, böyük iş yerlərinin açılması bu onu göstərir ki, gələcəkdə Ağdam istiqamətində Ağdam şəhərinə işgüzar səfərlərin sayı daha çox olacaq. İşgüzar turizmi burada daha çox inkişaf edəcək. Hesab edirəm ki, Ağdam Azərbaycanda ümumi olaraq, yəni Qarabağ iqtisadi rayonunda ən böyük ticarət zonası olacaq. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən Ağdam şəhərinin işğaldan azad edildiyi 20 noyabr tarixi Ağdam şəhəri günü kimi qeyd olunur. Qarabağın ürəyi, muğamın beşiyi hesab edilən Ağdam artıq dirçəlişin, inkişafın və qaydışın rəmzi kimi Azərbaycanın ən yeni tarixinin şanlı səhifəsinə yazılır. Əzizə Mahmudzadə, Sabir Şahvələdov, Çinarə Vaqif, Telesəhər.